Başlayırıq təfəkkür mövzusunun ikinci hissəsinə. Deməli, düşünmə formaları analitik, deduksiya, induksiya, divergent, konvergent düşünmə nümunələrlə izah olunub. İndi bu səhifəyə baxaq. Məntiqi təfəkkür özündə nələri göstərir? Məntiqi düşünmək əslində tapmaca həll etmək kimidir. O özündə bunları birləşdirir. Səbəb-nəticə əlaqəsinin tapılması, bir şeyin niyə baş verdiyini anlamaq, problemin sadə yolla həlli, çətinliklərdən asan çıxış yolu tapmaq, prosesin başlanğıcını və sonunu müəyyənləşdirmək, işin hardan başlayıb harda bitdiyini görmək, faktlar əsasında mühakimə yürütmək və əsaslandırmaq, boş danışmaq yox, sübutlarla fikrini demək. Əgər telefon sönübsə, bu nəticədir. Deməli, bateriyanın cəryanı bitib, bu səbəbdir. Onu yenidən işlətmək üçün isə adapterə qoşmaq lazımdır. Bu isə həll yoludur. Əgər dərsi boş buraxıb yatmısansa, səhər yuxudan qalxa bilməmisənsə, bu nəticədir. Deməli, zəncli saatı qurmamısan, bu səbəbdir. Gələn dəfə daha diqqətli olmaq lazımdır, bu da həll yoludur. Məntiqi düşünmə həm də uşaqlarda tənqidi və yaradıcı təfəkkürün, eləcə də problemi həll etmə bacarığının formalaşmasına kömək edir. Düşünmə formaları beynimizin yəni oyunlarıdır. Məntiqimizi işlədərkən beynimiz fərqli yollarla hərəkət edir. İnduktiv düşünmə, induksiya, kiçikdən böyüyə. Nümunələrlə baxıb onları bir prinsip altında birləşdirmək, yəni xüsusidən ümumiyə doğru getməkdir. Əvvəlcə kiçik ipuclarını toplayırsan, sonra onlardan böyük bir qayda düzəldirsən. Nümunə. Mirzə Ələkbər Sabir və Cəlil Məmmədquluzadə ana dilinin saflığı uğrunda mübarizə aparıb. Bu ədiblər 20-ci əsrin əvvəllərində yaşayıblar. Ümumi nəticə deməli 20-ci əsrin əvvəllərində ana dilinin saflığı uğrunda mübarizə aparılıb. Durna və leylək köçəri quşlardır. Hər ikisi qışda isti ölkələrə uçur. Ümumi nəticə deməli köçəri quşların qışda isti ölkələrə uçma xüsusiyyəti var. İnduksiyanın seyirli düsturu var. Müşahidə, analitik təhlil, ümumiləşdirmə. Yəni, müşahidə edirsən, analiz edirsən, analitik təhlil, ümumi nəticəyə gəlirik. Deduktiv düşünmə nədir? Deduksiya. Böyükdən kiçiyə. Yəni, ümumi anlayış, prinsip ya da qaydadan çıxış edərək xüsusi nümunələrin çıxarılmasına yönəlmiş düşüncədir. Ümumidən xüsusiyə. Sherlock Holmes kimi. Uşaq deməli, əvvəlcə böyük qaydanı bilir, sonra o qaydanı kiçik şeylərə tətbiq edir. Şagirdlər əvvəlcə böyük bir qayda öyrənirlər riyaziyyatdan, toplananların yerini dəyişdikdə cəm dəyişmir. A plus B bərabərdir B plus A. Sonra bu ümumi qaydanı qarşılarına çıxan hər hansı bir misala tətbiq edirlər. İkinci nümunə, kövrək materiallar bərk təsirə məruz qalanda sına bilər. Şüşə kövrək materialdır. Deməli, şüşə də bərk təsirə məruz qalsa sına bilər. Digər düşüncə növləri. Analitik düşünmə, parçalara bölmək, böyük və çətin bir məlumatı, problemi tam başa düşmək üçün onu xırda-xırda hissələrə parçalayaraq araşdırmaqdır. Məsələnin həlli yolunu tənqidi qiymətləndirməyə kömək edir bu. Yaradıcı təfəkkür isə bu hissələrdən çıxış edərək məsələyə tamamilə yeni və fərqli yollar bəxş edir. Divergent düşünmə, fərqli yollar axtarmaq. Bir problemin həlli üçün eyni anda çoxlu sayda fərqli fikirlər, ideyalar tapmağa xidmət edir. Məsələyə çoxlu fərqli baxış bucağından baxır və çoxlu cavab variantları axtarır. Hamının qəbul etdiyi hazır yolların əleyhinə çıxıb alternativ yollar axtarır. Əlavə və qeyri-adi fikirlər tapmaq da çox yaxşıdır. Çətinlik problemi təzəll etməkdə biraz çətinlik çəkə bilər. Çünki beynində hələ də yeni ideyalar axtarmaqla məşğul olur. Konvergent düşünmə, tək və düzgün yol axtaran. Divergentin tam tərsinədir. Mövcud olan fərqli ideyaları toplayıb analiz edərək tək bir düzgün cavaba yönəlir. Problemin ancaq bir daxili, düzgün həll yolu olduğunu düşünür. İndiyə qədər istifadə olunmuş, hamının bildiyi düzgün yolları əsas götürür. Yeni fikirlər tapmaqda biraz əziyyət çəksə də, çox tez və sürətlə nəticəyə gəlmək qabiliyyəti yüksəkdir. İdeyaları və variantları düzgün qiymətləndirərək ən yaxşısını seçməyə bacarır. Belə, bu da ikinci hissə. Xoş dinləmələr.